DİM 20 sınav test toplusu 18-ci ümumi sınavın 30-cu isbat sualı. Sol tərəfdə sual görünür. Hipotenuzu C olan düzbucaqlı üçbucaq verilib. Sahə düsturunun verilən şəkildə olduğunu isbat etməliyik və çevrənin daxilən çəkilən çevrənin radiusu da kiçik R-dir. Sağ tərəfdə şəkli hazır çəkmişəm. Üçbucağımız ABC olsun. Daxilinə çevrə çəkilib. Mərkəzdən radiuslar çəkilib. OM, ON və OK radiusları. Demək, biz burada nə edirik? Üçbucağın təpə nöqtəsi ilə həmin çevrənin mərkəzlərini birləşdirək. Üçbucağın təpə nöqtələri ilə çevrənin mərkəzlərini birləşdirsək, orada 3 üçbucaq almış olarıq. Biz və radiuslarda R hərfi ilə işarə edək. R. Əlavə olaraq bir məlumat da qeyd edək ki, A nöqtəsindən çəkilən toxunanlar bərabərdir. Onların hər birinə M deyə bilərik. BM parçası da bizdə R olacaq. BK parçası da R olacaq. Çünki onların hər biri radiusa bərabərdir. C nöqtəsindən çəkilən CM və CK toxunanları da bərabərdir. Onları da N hərfi ilə işarə edək. Onda bizdə A mərkəz O nöqtəsidir. AOB üçbucağının sahəsi olacaq. 2-də 1 AH düsturuna əsasən bizdə hündürlük R olur. Baxın bu rənglədiyim üçbucağın sahəsi. Hündürlük R olur. Amma oturacaq M plus R olur. Bölünsün 2. Sonra üçbucaq AOC-nin sahəsi. Bunun sahəsini tapmaq üçün yenə 2-də 1 AH düsturundan istifadə edirik. Hündürlük R-dir. Oturacaq isə hipotenuzdur. Burada M plus N şəklindədir. Bölünsün 2. Bu sağda gördüyümüz üçbucağın sahəsi. Və aşağıdakı BOC üçbucağının sahəsi isə olacaq R vurulsun R plus N bölünsün 2 şəklində. Və bunların hamısının cəmi elə bizə düzbucaqlı üçbucağın sahəsini verəcək. Yəni ABC-nin sahəsini. Bu mötərizələri açıb toplasaq, məxrəclər eynidir. Birinci mötərizənin açılışı bizə verir RM üstəgəl R kvadrat. İkinci mötərizənin açılışında M plus N bizdə hipotenuz, yəni C olduğu üçün olur R vur C. Üstəgəl növbəti üçüncü mötərizənin açılışı R kvadrat üstəgəl Rn bölünsün 2 yaranacaq burada. Bərabərdir. Görürük ki, R kvadratlar 2 dənədir, yəni 2R kvadrat. Sonra, baxın, birinci və sonuncu toplananlar arasında əlaqə yaradaq. R-i mötərizə xaricinə çıxarsaq, alınar M plus N. M plus N də bizdə hipotenuzdur, yəni C olduğu üçün alınır RC. RC bir dənə də içəridə RC olduğu üçün olur 2 dənə R vur C bölünsün 2. Ayrı-ayrı kəsirlərdə yazsaq, yəni 2-yə hər tərəfə bölsək, onlar R kvadrat üstəgəl R vur C.